Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Bu günləri sizinlə inteqrasiyanın növlərindən bəhs edəcəm. Ümumiyyətlə biz bilirik ki, inteqrasiya bütöv-bütövləşmə mənasında olub, əlaqələndirmə deməkdir. Biz inteqrasiyanı alt standartın bir funksiyası kimi tanımışıq. Yəni alt standartın 4 funksiyası var, onlardan biri inteqrativliyin təmin edilməsidir. Və ümumiyyətlə biz inteqrasiya mövzusundan bəhs edərkən demişdik ki, inteqrasiyanın 3 əsas növü var. Fəndaxili inteqrasiya özü fəndaxili, şaquli və üfüqi olmaqla 2 hissədən ibarətdir. Fənlər arası inteqrasiya və inteqrasiyanın ən üst səviyyəsi olan fənüstü inteqrasiya. Əvvəla fənlər arası inteqrasiyanın izahından başlayaq. Ümumiyyətlə, inteqrasiya bildiyimiz bir mövzudur. Sadəcə olaraq üzərində birazcıq dəyişiklik baş verdiyi üçün nümunələrlə inteqrasiyana bir daha toxunacağıq. Fənlərarası inteqrasiya dediyimiz zaman 2 və daha artıq fənnin oxşar mövzularının əlaqələndirilməsidir. Yəni, müxtəlif fənlərin oxşar mövzuları arasında məntiqə əlaqənin qurulması deməkdir. Ümumiyyətlə, hər bir fən müəllimi öz fənni ilə yanaşı, keçdiyi fənnin mövzusunu başqa hansı fənnin oxşar mövzusu ilə əlaqələndirə biləcəyini bilməlidir. Yəni, mən bir coğrafiya müəllimiyəmsə, mənim hər hansı bir keçdiyim bir mövzunun, məsələn, biosfor bölməsindən keçdiyim mövzunun hansı fənnin oxşar mövzusu ilə əlaqələndirəcəyimi bilməliyəm ki, dərs zamanı da inteqrasiyanı düzgün şəkildə qura bilim. Deməli, əvvəla nümunələrlə başlayaq. Birinci nümunədə qeyd olunubdur. Qlobal istiləşmənin arktik bölgədə yaşayan canlılar üzərindəki təsirini tədqiq edin. Müəllim şagirdə belə bir tapşırıq veribdir. Müəllimin şagirdə verdiyi bu tapşırığa əsasən biz inteqrasiyanın növünü müəyyənləşdiririk. Deməli, burada fənlər arası inteqrasiya olacaq. Niyə? Çünki gördüyünüz kimi burada biologiya, coğrafiya və kimya fənlərinin əlaqələndirilməsi var. Qlobal istiləşmə haqqında bəhs edirəm. Arktik bölgədə yaşayan canlıların üzərindəki təsirindən bəhs edirəm. Biologiya fənnində biz bunu canlılar, məsələn, qütb ayısı, pinqvinlər mövzusunu keçərkən vurğulayırıqsa, coğrafiya dərsində Arktikanın iqlimindən bəhs edərkən vurğulayırıq. Kimya dərsində isə istixana effekti, qazlar, kimyəvi reaksiyalardan bəhs edərkən bu mövzuya toxuna bilirik. Yəni, bir sözlə, biz bu nümunəni şagirdə tapşırıq olaraq verdiyimiz zaman, şagird burada həm biologiya biliyindən, həm coğrafiya biliyindən, həm də kimya biliyindən istifadə etmiş olacaq və bununla da fənlər arası inteqrasiyanı reallaşdırmış oluruq. Bu bizim birinci nümunəmiz idi. Diqqət edirsinizsə, burada fənüstü inteqrasiya yoxdur. Çünki həyatla əlaqələndiriləcək bir fikir bildirilməyibdir. İkinci nümunəyə baxaq. Şagirdlər 19-cu əsrdə sənaye inqilabının gedişində daş kömürün çıxarılması və istifadəsinin tarixdə sosial-iqtisadi inkişafa necə təsir etdiyini, hansı regionda baş verdiyini, tərkibi, yanma reaksiyası və atmosferə yayılan qazların kimyəvi xassələrini araşdıraraq vizual təqdimat hazırlamağı tapşırır. Yenə də burada 3 fənnin inteqrasiya edilməsi var. Həm tarix, həm coğrafiya, həm də kimya fənlərinin biliklərindən şagird istifadə etmiş olacaq. Amma yenə də baxırıq ki, inteqrasiyanın bu növündə də fənüstü inteqrasiya yoxdur. Yəni, şagird öyrəndiklərini həyatda tətbiq edəcəyi bir məqam qeyd olunmayıbdır. Sadəcə olaraq bir tapşırıq veribdir, şagird bunun haqqında araşdırma aparıb, bunun təqdimatını hazırlayacaq. Araşdırma şagirdin real həyatda tətbiq ilə bağlı bir proses olsaydı, yəni biliklərinin real həyatla əlaqələndirərək tətbiq edəcəyi bir araşdırma olsaydı, biz burada fənüstü götürə bilərdik. Amma burada sadəcə olaraq araşdırma aparıldığı üçün biz bunu fənlər arası inteqrasiya götürürük. Yəni, burada da gördüyünüz kimi həm tarix, həm coğrafiya, həm də kimya mövzularına istinad edilibdir. Deməli olur fənlər arası inteqrasiya. Üçüncü nümunədir. Şagirdlər Scratch və GeoGebra ilə cisimlərin hərəkətini, ola bilər ki, adlarını səhv oxuyam, buna görə üzürlü bilin, sürət, vaxt, məsafə modelləşdirən vizual animasiya proqramı qurur. Yəni, müəllim şagirdə nümunədə verildiyi kimi bir şagirdə bir tapşırıq verir ki, belə bir vizual animasiya proqramı qursunlar. Bu zaman şagird yenə də fənlər arası inteqrasiyadan istifadə etmiş olacaq. Çünki burada həm informatika, çünki bir proqram quracaqlar və fizika fənləri, hansı ki, burada cisimlərin hərəkətindən bəhs edirik, sürət, vaxt və məsafə, inteqrasiyası olubdur. Deməli, informatika və fizika fənləri burada inteqrasiya edilibdir.
Və yenə də baxırıq ki, burada da şagirdin öyrəndiyi biliyin real həyatda tətbiqi ilə bağlı heç bir məqam verilməyibdir. Sadəcə olaraq bir proqram qurmalıdırlar. Öyrəndiklərinə əsasən, bildiklərinə əsasən fizika və informatikanı da əlaqələndirərək bu proqramı quracaqlar. Yəni heç bir həyatla əlaqələndiriləcək məqam qeyd olunmayıbdır. Burada da olacaq hansı inteqrasiya? Fənlərarası inteqrasiya. Və indi istəyirəm ki, Artinin sizə təqdim etdiyi sınaqda olan inteqrasiyalara toxunum. Və burada nə üçün fənlər üstü yoxdur, yalnız fənlər arası inteqrasiya verildiyini qeyd edək. Birinci suala baxaq. Deyir ki, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün sizə 150 AZ-in büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə verin ki, ümumi xərc 150 AZ-dən çox olmasın. Bu sadəcə olaraq bir tədbir keçirmək üçün büdcənin hazırlanmasıdır. Yəni, burada sadəcə olaraq informatika və riyaziyyat fənləri inteqrasiya edilibdir. Adətən biz əvvəlki qayda ilə öyrəndiyimiz zaman ani bir real həyat birlə bağlı cümlə eşitdiyimiz zaman və yaxud da ona bənzər bir cümlə eşitdiyimiz zaman heç düşünmədən fənüstü inteqrasiya qeyd eləyirdik. Düzdür, fənüstü inteqrasiya orada seçirdik. Amma artıq belə deyil. Yəni, sırf deyir ki, bu öyrəndiyimiz bilik və bacarıq bizim öz şəxsi təcrübəmizə əsaslanaraq tətbiq edəcəyimiz bir bacarıq olmalıdır ki, və biz bunu inteqrasiya edə bilək. Həyatımızda inteqrasiya edək. Burada sadəcə olaraq bir büdcə ayrılıb və bunu biz müəyyənləşdirməliyik. Burada real həyatımızda tətbiqlə bağlı heç bir proses olmadığı üçün yenə də biz bunu fənlərarası inteqrasiya götürəcəyik. Bu informatika müəllimlərinə düşən bir sual idi. İnformatika və riyaziyyat fənləri əlaqələndirirdi. Burada mən özümün bir günlük büdcəmi hazırlamaq məndən tələb olunsaydı, mən də öz büdcəmə əsasən bir gün ərzində olan xərcliklərimi qeyd etsəydim, bu artıq olardı fənüstü inteqrasiya. Yəqin ki, aydın oldu müəllimlər. Burada ancaq informatika və riyaziyyat fənləri əlaqələndirildiyi üçün fənlər arası inteqrasiya götürürük. İkinci nümunəyə baxaq. Tapşırıq. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Plan hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyəti nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Deməli, sağlam qidalanma haqqında plan hazırlanacaq və hər hansı bir şəxsin yaş və sağlamlıq vəziyyətinə əsasən biz bu planı hazırlayacağıq. Yəni, ona əsasən biz yenə də burada fənüstü inteqrasiya götürə bilmərik. Biz bu planı, yəni sağlam qidalanma planını özümüzə istinad edərək, yəni özümüzün bir günlük və yaxud da ümumiyyətlə aylıq sağlamlıq qidalanma planımızı hazırlasaydıq və bunun büdcəsini qeyd etsəydik, yenə də fənüstü inteqrasiya götürə bilərdik. Amma hər hansı bir şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə alaraq biz bu tapşırığı yerinə yetirəcəksə, bu artıq nədir? Fənüstü inteqrasiya deyil. Fənlər arası inteqrasiyada burada da yenə biologiya və riyaziyyat fənləri inteqrasiya edilibdir. Yəni, burada yenə də həyatla əlaqələndirmə olmadığı üçün sadəcə olaraq bizə bir tapşırıq veribdir və biz bu tapşırığı yerinə yetiririk və fənlər arası inteqrasiya olacaq, biologiya və riyaziyyat fənlərini əlaqələndirmiş oluruq. Üçüncü nümunəyə baxaq. Tapşırıq. Təsəvvür edin, siz ekoloji problemləri aradan qaldıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Sizin öhdəliyiniz 3 fərqli su mənbəyində nümunələr götürüb, onların tərkibini, codluğunu, bulanıqlılıq dərəcəsini ölçməklə iddianın doğru olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. Datalar toplamalı, cədvəl şəklində təqdim etməli və problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Yenə də deyirəm, əvvəlki qaydaya əsasən biz burada artıq ekoloji problem, müəyyən bir ərazinin içməli su haqqında qeyd edərkən biz artıq fənüstü inteqrasiya götürürdük. Amma indiki məqamda və indiki qaydaya əsasən biz burada fənüstü inteqrasiya götürə bilmərik. Çünki deyir ki, təsəvvür edin. Yəni, gedib şagird bunu real həyatda araşdıraraq, tətbiq edərək bu nəticəyə gəlmir. Sadəcə olaraq deyir ki, təsəvvür edin ki, belə bir qrupun üzvüsüz və bunları müəyyənləşdirməlisiniz. Burada artıq fənüstü, yəni həyatla tətbiq olmadığı üçün fənüstü inteqrasiya götürə bilmirik. Deməli, fənlər arası inteqrasiya olacaq. Kimya, coğrafiya və riyaziyyat fənləri burada əlaqələndirilibdir. Və yenə də deyirəm, burada təsəvvür edin deyir. Yəni, artıq yadda saxlayın ki, təsəvvür edin,
elə fikirləşin ki, belə olacaq, və yaxud da belə olmalıdır fikirlər varsa, deməli burada heç bir halda fənüstü inteqrasiya ola bilməz. Yəni biz hələ bunu sadəcə olaraq təsəvvür edirik, amma real həyatda tətbiqi ilə bağlı bir məqam yoxdur. Ümumiyyətlə fənüstü inteqrasiya deyirik ki, ən üst səviyyəli inteqrasiyadır. Ən üst səviyyəli deyəndə nə deməkdir bu? Yəni biz artıq o biliklərimizi, əldə etdiyimiz biliklərin artıq təcrübələrimizdə tətbiq edə bilirik. Real həyatımızda, təcrübələrimizdə onu reallaşdıra bilirik, tətbiq edib əlaqələndirə biliriksə, bu fənüstü inteqrasiyadır. Amma təsəvvür edin deyir artıq burada. Təsəvvür ediniriksə, artıq burada fənüstü inteqrasiya götürə bilmirik. Amma ola bilər ki, sonluğu başqa cür olsun. Yəni gətirib bunu bizi həyatımızla əlaqələndirə biləcəyimiz bir məqam da ola bilər. Çaşdırıcı bir sual da sala bilərlər. Yenə də siz orada baxın ki, şagirdin yerinə özünüzü qoyun. Fikirləşin ki, bu şagird bunu real həyatda öyrəndiklərini tətbiqmi edir, yoxsa sadəcə olaraq bir tapşırığı sadə bir şəkildə yerinə yetirməyə çalışır. Yəni bunların arasındakı fərqi müəyyənləşdirməlisiniz. Burada da fənlər arası inteqrasiyadır. Fənüstü inteqrasiya olmayacaq. Növbəti suala baxaq. Siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Yəni bu da sadəcə olaraq dərs zamanı, yəni bunu şagirdin yerinə özümüzü qoyaq. Sanki şagird dərsdədir və müəllim ona deyir ki, siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Gün ərzində bu proses üçün elektrik enerji sərfiyyatını və bunun ailə büdcəsinə nə qədər təsir etdiyini müəyyənləşdirin. Ümumi verilmiş bir sualdır. Demir ki, məsələn, get bunu öz ailənə əsasən bunu müəyyənləşdir və yaxud da uşaq da gedib bunu əsasən öz ailə büdcəsini çıxartmır. Sadəcə olaraq verilmiş ümumi bir tapşırıqdır. Yəni gedib evdə bunu edib real həyatda tətbiq edib reallaşdırdığı bir tapşırıq olmadığı üçün yenə də biz bunu fənüstü inteqrasiya götürmürük. Amma yenə də deyirəm, əvvəlki bildiyimiz qaydaya əsasən getsəydik, biz həmişə belə məqamlarda fənüstü götürürdük. Yeni dəyişikliyə əsasən biz bunu artıq fənüstü götürmürük, fənlər arası götürürük. Burada da fizika, riyaziyyat fənləri inteqrasiya edilibdir. Və şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı. Həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdır. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı dayanıqlığını əsaslandırmalıdır. Belə bir tapşırıq verilibdir sizə. Yəni, dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalıdır. Məlum məsələdir ki, bu şagird gedib müxtəlif ölkələrə, müxtəlif iqlim qurşağında olan insanların həyat tərzini yerindəcə araşdırmır, düzdür? Müəyyən mənbələr əsasında, internetdən topladığı, kitablardan topladığı, dərsliklərdən topladığı mənbələrə əsasən bu araşdırmanı aparacaq. Amma uşaq gedib bunu hansısa bir ölkənin iqlim qurşağında yaşayan insanların həyat tərzini sorğu apararaq müəyyənləşdirmir ki, biz bunu fənüstü inteqrasiyaya götürək. Ona görə də burada da heç bir halda fənüstü inteqrasiya yoxdur, olmayacaq. Çünki yenə də həyatla əlaqələndirmə yoxdur. Desək də öz yaşadığınız bölgə haqqında məlumat toplayın və uşaq da gedib yaşadığı bölgədə qonşulardan, valideynlərdən sorğu apararaq nəsə məlumat toplamağa çalışsaydı, burada fənüstü inteqrasiya olardı. Amma bu situasiyada verilən bu nümunədə heç bir halda fənüstü inteqrasiya yoxdur. Və burada da yenə də coğrafiya, informatika, biologiya, yəni 3D modelləşdirmə deyirsəm, müəyyən qədər informatika biliyinin də olması vacibdir. Biologiyada, coğrafiya fənləridir, iqlim qurşaqlarından bəhs edirik. Çünki burada həm də bu kimi fənlərin inteqrasiyası mövcuddur. Yəni burada da bir neçə fənnin oxşar mövzuya inteqrasiya edilibdir. Yenə də deyirəm, fənüstü inteqrasiya yoxdur. Çünki uşaq bunu yerində həyatda əlaqələndirərək tətbiq etmir. Müəyyən bir araşdırma aparacaq, yəni bu araşdırma mənbələri də müxtəlif olacaq ki, buna əsasən aparılan bir tapşırıqdır. Burada da fənlər arası inteqrasiya olur. Və keçirik fənüstü inteqrasiyaya. Ümumiyyətlə dedik ki, az öncə də vurğuladıq, fənüstü inteqrasiya ən yüksək səviyyəli inteqrasiya olub, şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldığı məzmunun əlaqələndirilməsidir. Yəni, öyrənmənin həyatla əlaqələndirilməsidir. Buna baxalı nümunələrə baxaq, bir neçə nümunəyə. Deməli, birinci sualda deyir ki, müəllim şagirdlərə
faiz və sadə faiz hesablaması mövzusunu keçir və bununla bağlı tapşırıq verir. Şagird evdə atasının kredit təklifi ilə bağlı məsələsində bankların verdiyi faizləri müqayisə edərək ən sərvəli krediti hesablayır və bunun üçün sadə faiz formulunu tətbiq edir. Artıq burada həyatla əlaqələndirmə var. Çünki faiz və sadə faiz hesablaması mövzusunu şagird keçibdir. Bu biliyə sahibdir artıq. Və evdə bunu öz atasının bankdan kredit götürməsi ilə o faizin hesablamasını edir. Yəni artıq dərsdə öyrəndiyi biliyi real həyatında artıq bax bu məqamda tətbiq edir. Bu artıq fənüstü inteqrasiya olacaq. Yəqin ki, aydın oldu. Məsələn, riyaziyyat dərsində faiz və faiz hesablaması keçmisiniz. Siz özünüzdən götürün. Tutaq ki, bir şagirdsiniz. Şagirdin yerinə həmişə belə situasiyalarda şagirdin yerinə özünüzü qoyun. Dərsdə öyrənmisiniz bu tapşırığı və evdə gedib atanızın bank krediti ilə bağlı faiz hesablaması edirsiniz. Yəni deməli dərsdə öyrəndiklərinizin, məktəbdə öyrəndikləri məzmunun məktəbdən kənar məzmunla əlaqələndirirsiniz. Bu olacaq fənüstü inteqrasiya. İkinci nümunədə şagird deyir müstəqillik hərəkatını və milli qəhrəmanların öyrəndikdən sonra kəndindəki şəhid bulağının qarşısında dayanaraq ailəsinə həmin şəhidin tarixini danışır və onun mübarizəsinin bu günün gəncləri üçün necə örnək ola biləcəyini izah edir. Yenə də canlı bir həyatla əlaqələndirmə var. Tarix dərsində şagird bunu öyrənibdir və artıq real həyatında bu biliyini tətbiq edir. Real həyatda bu biliyini artıq sintez eləyir dərsdə keçdikləri ilə. Bu artıq yenə də olur nə? Fənüstü inteqrasiya. Çünki dərsdə öyrənib və dərsdə öyrəndiklərinə əsasən orada əldə etdiyi bilikləri məktəbdən kənar fəaliyyətində də əlaqələndirir. Burada da fənüstü inteqrasiyadır. Növbəti sual. Deyir şagird vitaminlərin orqanizm üçün faydasını öyrəndikdən sonra ailəsində düzgün qidalanma vərdişlərinin olmadığını görür. O ailəsi üçün həftəlik menyu hazırlayır və hansı məhsullarda hansı vitamin olduğunu göstərən rejim tərtib edir. Artıq burada, yəni bu situasiya elə ola bilərdi ki, biz burada fənüstü götürməyəydik. Bundan əvvəlki nümunələrin birində belə bir var idi və büdcə ilə bağlı olan. Və orada artıq biz hər hansı bir şəxsin büdcəsini hesablayırdıq. Burada isə artıq mən vitaminlərin orqanizm faydasını biologiya dərsində öyrənmişəm və artıq bunu aləmdə, yəni dərsdə öyrəndiyim biliyi aləmdə və öz qidalanma vərdişimdə tətbiq edirəm, əlaqələndirirəm orada öyrəndiklərimi və aləm üçün həftəlik menyu hazırlayıram. Burada artıq real həyatda tətbiq var. Yəni məktəbdə öyrənmişəm və məktəbdən kənar fəaliyyətimdə bu mövzunu əlaqələndirirəm. Yenə də burada nə olacaq? Fənüstü inteqrasiya olacaq. Bax, burada artıq bu nümunələrdə hər üç nümunənin üçündə də gördüyünüz kimi şagirdin məktəbdə öyrəndiyi məzmunu, biliyi real həyatda qazandığı məzmunla və yaxud da qarşılaşdığı bir məqamla əlaqələndirməsi, sintez etməsidir. Bu oldu nə? Fənüstü inteqrasiya. Növbəti fəndaxili şaquli və üfüqi inteqrasiyadır. Fəndaxili eyni fənnin daxilində inteqrasiyanın aparılmasıdır. Özü iki hissədən ibarətdir. Şaquli və üfüqi inteqrasiyaya. Şaquli inteqrasiya dediyimiz zaman məsələn Azərbaycan dilində keçdiyim hər hansı bir mövzunu aşağı siniflərdə keçdiyim mövzu ilə, eyni mövzu ilə və yaxud da ona oxşar, yaxın mövzu ilə inteqrasiya əlaqələndirilməsidir. Bu şaquli inteqrasiyadır. Buna siniflər arası inteqrasiya da deyirik. Üfüqi inteqrasiya isə fən üzrə məzmun xəttləri və ya mövzular arasındakı əlaqə nəzərdə tutulur. Yəni eyni bir sinif daxilində məzmun xəttlərinin və yaxud da mövzuların əlaqələndirilməsidir. Bu isə fəndaxili üfüqi inteqrasiyaya aid olacaq. Ümumiyyətlə imtahanda da hər bir fən müəlliminin öz ixtisasına uyğun təbii ki, fəndaxili inteqrasiya ilə bağlı nümunələr düşür, situasiya sualları düşür. Yəni əgər siz öz fənninizi dərindən bilirsinizsə və hansı mövzunun hansı mövzu ilə əlaqələndirdiyini orada seçə bilirsinizsə, siz onda fəndaxili inteqrasiyanı tapmaqda çətinlik çəkməyəcəksiniz. Rahatlıqla orada fəndaxili inteqrasiyanı müəyyənləşdirəcəksiniz. Məsələn, belə bir sual var. Deyir şagird iqlim qurşaqları və relyef formalarını ölkələrin kənd təsərrüfatına təsirini izah edir. Burada artıq şagird bu mövzunu izah edərkən iki mövzu əlaqələndirilibdir. İqlim qurşaqları və relyef formaları. Hər iki mövzunun inteqrasiyası olubdur. Bu deməkdir ki, burada fəndaxili inteqrasiya olacaq. Və yaxud şagird deyir tənəffüs sistemi və qidalanma mövzularına əsasən orqanizmdə oksigenin əhəmiyyətini izah edir.
Yenə də biologiya dərsində mən iki mövzunu əlaqələndirmişəm. Tənəffüs sistemi mövzusu ilə qidalanma mövzusunu inteqrasiya etmişəm. Burada da fən daxili inteqrasiya olacaq. Növbəti nümunə. Müəllim dərsdə My Daily Routine mövzusunu keçir. Əvvəlcə şagirdlərə bir audio mətn dinlətdirir, daha sonra onlara həmin şəxs haqqında suallar verilir və şagirdlər cavab verirlər. Ardınca həmin mətnin yazılı forması paylanır və şagirdlər mətni oxuyaraq qrammatik strukturları qeyd edirlər. Dərsin sonunda isə şagirdlər My Daily Routine mövzusunda öz rutinlərini təsvir edən qısa yazı yazırlar. İngilis dili ilə bağlı bir mövzu verilibdir. İngilis dili müəllimləri üçün. Burada ingilis dili müəllimi bilməlidir ki, hansı mövzular və yaxud da hansı məzmun xəttləri inteqrasiya edilibdir. Deməli, ingilis dilində 4 dənə məzmun xətti var. Dinləyib anlama, danışma, oxu və yazı məzmun xəttləri. Mən bunu bilirəmsə, artıq bilməliyəm ki, burada bir neçə inteqrasiya, daha doğrusu məzmun xətti inteqrasiya edilibdir. Çünki audio mətn dinlədilir. Deməli, burada dinləyib anlama var məzmun xətti. Daha sonra deyir suallar verir və şagirdlər cavab verirlər. Deməli, sual verilir, şagirdlər isə cavab verirlərsə, danışma məzmun xətti də var. Daha sonra yazılı forması paylanır. Deməli, yazı məzmun xətti də var və yazı, qısa deyir, yazı hazırlayırlar. Yazı məzmun xətti də oldu. Mətni oxuyaraq qrammatik strukturlarını qeyd edirlər. Oxu məzmunlu xətti var. Yəni, hətta bir situasiyanın içərisində 4 məzmun xəttinin 4-ü də inteqrasiya edilibdir. Bax, bu olur fən daxili inteqrasiya. Həm yazı məzmun xətti var, həm oxu məzmun xətti var, həm dinləyib anlama var. Yəni, ola bilsin ki, belə sual düşə bilər ki, müəllim şagirdə mətni dinlədir, sonra onunla bağlı esse yazmağı tapşırır. Bu ingilis dili müəllimlərinə belə bir şəkildə düşə bilər. Mən artıq biləcəm ki, şagirdə əvvəlcə dinlədir, sonra onun haqqında esse yazdırırlarsa, deməli dinləyib anlama və yazı məzmun xəttləri inteqrasiya edilibdir. Yəni, bu olacaq fən daxili inteqrasiya. Burada fən daxili inteqrasiyaya aid nümunədir. Deməli, bir daha üzərindən keçirəm inteqrasiyanın müəllimlər. Deməli, əgər sualda problem qoyulubdursa, onun həlli tələb olunursa, yəni sadəcə problem qoyulubdur və onun həlli tələb olunur. Tələb olunursa, bu fən üstüdür. Yəni, mən bu problemi real həyatla əlaqələndirib, yəni öyrəndiklərimi problemi həll edərkən əlaqələndirərək yerinə yetirəcəm ki, bu fən üstüdür. Sadəcə tapşırıq kimi verirlərsə biz bunu fən üstü götürə bilmərik. Yəni, bir mövzunu sadəcə tapşırıq kimi verirlərsə, biz bunu fən üstü olmayacaq. Amma artıq bunu öyrəndiyimizi real həyatla tətbiq edərək yerinə yetirirsə, bu problemi bu şəkildə həll edirsə, bu artıq fən üstü olur. Yəni, bir tapşırığı sinifdə deyiriksə, fən üstü deyil. Yaşadığımız, məsələn, tutaq ki, ərazini planını hazırlayın deyir. Burada sinifdə edir. Bu fən üstü deyil. Yəni, yaşadığım ərazinin planını hazırlayıram. Amma bunu gedib mən məhəllədə, həyətdə öz yaşadığım ərazini tədqiq edərək planını hazırlayıramsa, bu fən üstü olur. Yəni, real həyatda iş görürüksə, fən üstüdür. Yəni, bir də vurğulayıram. Real həyatda iş görürüksə, bu fən üstü inteqrasiyadır. Yəqin ki, aydın oldu. Və yaxud da yaşadığım ərazi haqqında necə, məsələn, tutaq ki, tarix dərsində bir mövzu keçmişəm və deyirəm ki, yaşadığınız ərazinin hansı tarixi, məsələn, faktları varsa, bu haqqında araşdırıb gətirin deyirəm və şagird gedir yaşadığı ərazidə yenə də, məsəl üçün, sorğu keçirir, araşdırır, yaşadığı məhəllənin, həyətin tarixini maraqlanır ki, məsəl üçün, bura kimin adı verilibdir və s. buna bənzər sorğu keçirir, axtarır, araşdırır öz yaşadığı bölgə haqqında. Bu artıq nədir? Fən üstü inteqrasiya olacaq. Bir də deyirəm, fən üstü inteqrasiyanı biz real həyatda iş görürüksə, fən üstü inteqrasiya olaraq bunu götürəcəyik. Yaxşı. Məsələn, bir də nümunə verirəm. Tutaq ki, iqlim dəyişikliklərinin bitkilərə təsiri haqqında bir mövzu verirəm şagirdlərə. Deyirəm ki, uşaqlar, iqlim dəyişikliklərinin bitkilərə təsiri haqqında bir tapşırıq hazırlayın, layihə hazırlayın, araşdırma hazırlayın. Bu zaman bu real həyatda heç bir şey yoxdur. Yəni, iqlim dəyişikliyinin bitkilərə təsirini mən müxtəlif mənbələrdən araşdırıb, müəyyənləşdirib qeyd eləyəcəm. Bunu real həyatımla birbaşa əlaqələndirəcəm. Heç bir məqam olmadığı üçün burada ancaq fənlər arası olur, fən üstü olmur. Düzdür? Biologiyanı, coğrafiyanı əlaqələndirəcəm.
Yaşadığım əgər, bölgənin iqlim dəyişikliyi ilə bağlı, sual verilsəydi və şagird yenə də gedib bunu öz yaşadığı bölgədə araşdırma aparıb, bunu yenə də yerli insanlarla sorğu apararaq öyrənsəydi, fənlərarası inteqrasiyada, fənüstü burda inteqrasiyada olacaqdı. Yəni həyatla yenə də həyatla əlaqələndirəcəkdi. Fənüstü real həyati problemin həllinə, müşahidəsinə əsaslanır. Yenə də deyirəm, bu o demək deyil ki, biz, layihə əsaslı, problem əsaslı, sorğu əsaslı öyrənmə götürəndə fənn üstü heç vaxt ola bilməz. Situasiya bizdən əgər tələb eləyirsə ki, biz o problemi real, həyatla əlaqələndirərək həll edək, bu artıq fənn üstü inteqrasiya olacaq. Məsələn, sorğu araşdırma əsaslı təlim modelində fənn üstü inteqrasiya var. Müəyyən bir təcrübə keçirəcəm orada. O təcrübəni məsələn ev şəraitində mən keçirə bilərəm. Tutaq ki, fizikada hər hansı bir mövzu verəcək, mən evdə gedib onu reallaşdıraraq, o təcrübəni apararaq yerinə yetirə bilərəm. Düzdür? Çünki bunu məktəbdə öyrənmişəm və məktəbdən kənar fəaliyyətimdə əlaqələndirirəm. Burada artıq nə olacaq? Fənn üstü inteqrasiya olacaq.